Bu gün çox vacib bir mövzudan danışmaq istəyirəm. Diş müalicəsini gecikdirmək. Biz çox vaxt dişdə problem yarananda düşünürük ki, hələ dözə bilərəm, ağrı keçər, biraz sonra gedərəm, indi vaxtım yoxdur. Amma diş problemlərində ən böyük səhvlərdən biri məhz budur. Problemi kiçik olduğu vaxtda yox, böyüdükdən sonra həll etməyə çalışmaq. Çünki diş xəstəlikləri çox vaxt öz-özünə sağalmır. Xüsusilə karies, diş əti problemləri, infeksiya və diş kökü ilə bağlı problemlər zaman keçdikcə daha da dərinləşə bilər. Bəs diş müalicəsini gecikdirəndə əslində nə itirik? Ən birinci növbədə problemi asan həll etmək şansını itirik. Məsələn, başlanğıc mərhələdə olan kiçik bir karies çox vaxt sadə plombla bərpa oluna bilər. Bu həm daha qısa prosedurdur, həm də dişin sağlam toxumasına daha çox qorunur. Amma pasiyent bunu aylarla gecikdirəndə karies dərinləşə, pulpaya yaxınlaşa və artıq sadə plombla həll olunmaya bilər. Bu zaman kanal müalicəsinə ehtiyac yarana bilər. Daha gec mərhələdə isə dişi qorumaq mümkün olmaya və çəkilməsinə ehtiyac yarana bilər. Yəni əvvəlcə çox sadə həll oluna biləcək bir problem zamanla daha uzun, daha mürəkkəb və daha ciddi müalicəyə çevrilə bilər. İkinci olaraq, sağlam diş toxumasını itirik. Dişdə karies nə qədər erkən aşkarlanarsa, dişi bir o qədər qorumaq mümkündür. Amma karies böyüdükcə dişin daha çox hissəsi zədələnir, həkim həmin zədələnmiş toxumanı təmizləməli olur və nəticədə dişin təbii quruluşu daha çox itirilir. Bəzən pasiyentlər düşünür ki, ağrı yoxdursa deməli problem də yox. Amma bu hər zaman doğru deyil. Dişdə problem uzun müddət səssiz şəkildə inkişaf edə bilər. Ağrı isə çox vaxt artıq proses dərinləşəndə ortaya çıxır. Ona görə də ağrını gözləmək düzgün yanaşma deyil. Ən doğru yanaşma mütəmadi müayinədir. Üçüncü olaraq pul itirik. Bu çox real məsələdir. İnsanlar bəzən müalicəni gecikdirirlər ki, xərclərdən qaçsınlar. Amma nəticədə əksinə olur. Kiçik bir pulobla həll oluna biləcək problem gecikdikcə kanal müalicəsi, dişin bərpası, qapaq, implant və ya başqa əlavə prosedurlara ehtiyac yarada bilər. Yəni müalicəni gecikdirmək çox vaxt qənaət deyil, əksinə gələcəkdə daha böyük xərc deməkdir. Dördüncü olaraq, komfortumuzu itirik. Diş ağrısı insanın gündəlik həyat keyfiyyətinə birbaşa təsir edir. Yemək yeyə bilməmək, isti soyuğa həssaslıq, gecə ağrıları, başa yayılan narahatlıq, ağız qoxusu, diş əti qanaması, bunların hamısı həyat keyfiyyətini aşağı salır. Bəzi pasiyentlər ağrıya öyrəşirlər və bunu normal qəbul edirlər. Amma heç bir ağrı normal deyil. Beşinci olaraq, öz dişlərimizi itirmək riski artır. Stomatologiyada əsas məqsəd hər zaman mümkün qədər pasiyentin öz dişini qorumaqdır. Çünki təbii dişin funksiyası, hissiyatı və bioloji uyğunluğu çox dəyərlidir. Amma problem çox gec mərhələdə gəldikdə bəzən dişi xilas etmək mümkün olmur. Bu zaman diş çəkilir və onun yerinə bərpa etmək üçün implant, körpü və digər protez düşünülür. Bunlar müasir və effektiv üsullardır. Amma yenə də ən yaxşı seçim öz dişlərinizi vaxtında qorumaqdır. Altıncı olaraq, diş əti və çənə sümüyü sağlamlığı da zərər görə bilər. Diş problemləri yalnız dişin özü ilə məhdudlaşmır. Diş əti iltihabı, diş taşı, uzun müddət müalicə olunmayan infeksiyalar diş ətrafı toxumalara da təsir edə bilir. Diş əti çəkilməsi, sümük itkisi və dişlərin laxlaması kimi problemlər yarana bilər. Xüsusilə diş əti qanaması, ağız qoxusu, dişlərin yerindən tərpənməsi, diş ətlərində şikinlik kimi əlamətlər varsa, bunu gecikdirmək olmaz. Bəzən pasiyentlər diş həkiminə yalnız ağrı olanda müraciət edirlər. Amma əslində stomatoloqa getmək üçün ağrını gözləmək lazım deyil. Mütəmadi müayinə bir çox problemi başlanğıc mərhələlərdə aşkarlamağa kömək edir. 7-ci olaraq, gülüşümüzə və özgüvənimizə təsir edir. Dişlərimiz yalnız çeynəmə funksiyası üçün deyil, danışıq, gülüş, üz ifadəsi və özgüvən üçün də çox önəmlidir. Ön dişlərdə karies, rəng dəyişimi, qırıq diş, diş əti problemləri insanın rahat gülməsinə, danışmasına və sosial həyatda özünü yaxşı hiss etməsinə mane ola bilər. Bəzən insan diş problemlərini illərlə gizlədir, fotolarda gülmür, danışarkən ağzını örtür. Halbuki vaxtında müdaxilə ilə bu problemlərin bir çoxunu daha sadə şəkildə həll oluna bilər. Burada bir məqamda vurğulamaq istəyirəm. Diş ağrısının keçməsi problemin keçməsi demək deyil. Bəzən diş güclü ağrıyır, sonra birdən ağrı dayanır. Pasiyent düşünür ki, deyəsən sağaldı. Amma bu bəzən sinirin zədələnməsi və ya infeksiyanın başqa mərhələyə keçməsi ilə bağlı ola bilər. Yəni ağrının dayanması hər zaman yaxşı xəbər deyil. Ona görə də ağrı olub, sonra keçibsə belə mütləq müayinə olunmaq lazımdır.